Salam, sabahınız xeyir olsun, hörmətli Şahidim TV izləyiciləri. İlk öncə sizin hamınızı bir olan Allahın adıyla salamlayırım. Bu günlərin bildiyiniz kimi 7-si oktyabrdır, 2025-ci il tarixdir. Hal-hazırda biz 2-ci Fəxr Xiyabanında, Şəhidlər Xiyabanındayıq. Bugün iki qəhrəman şəhidimizin anım günüdür. Onlardan biri Gizir Əbdurrahmanlı Sübhan Tahiroğlu'dur. İkincisi Babayev Elvin Əşbəroğlu'nun anım günləridir. Biz Şahidim TV kollektiv olaraq və Azərbaycan Respublikası şəhid əlilləri və müharibə veteranların müdafiəsi ictimai birliyi sədri Tahir Məmmədov adına şəhidimizin valideynlərinə, doğmalarına Allahdan səbir diləyirik. Allah səbrinizi versin deyirik. Allah cəm şəhidlərimizin məkanın cənnət, məqamlarını uza etsin. Şəhidlər ölmədiyinə görə biz heç vaxt şəhidlərimizə rəhmət yox, şəhidlərimizə salam olsun deyirik. Və Allah Teala bir daha Azərbaycan xalqına belə bir günlər nəsib etməsin, bayrağa bükülüb gəlmiş şəhidləri nəsib etməsin, anaların gözü yaşlı olmasın. Hal-hazırda mənim yanımda elə qəhrəman şəhidimiz, qəhrəman anamız Mehriban ana yanımdadır. Qəhrəman ana istəyərdi elə Mehriban ana bizim Şahidim TV izləyicisi üçün Sübhan haqqında kiçicik də olsa məlumat verəsən, izləyicilərimiz də bu Sübhan haqqında dərin məlumat olsun. Buyurun. Mən yax dedim, Allah sizləri qorusun, sən dəyərli bir qazimizsən, sən birinci müharibəni, ikinci müharibəni görmüsən, sən əsirliyi də görmüsən, amma bilirsən ki, şəhid nədir? Dünyanın ən böyük acısı evlad acısıdır. Sübhan 18 oktyabr 1992-ci ildə dünyaya gəlmişdi. Biz özümüz hərbiçi ailəsində olduğumuza görə həmişə babası haqqında mən danışanda, mənim atam hərbiçi olub, babası haqqında danışanda həmişə deyirdi ki, mən də babam kimi cəsur, qəhrəman olacam körpə yaşlarında. Və Sübhan vaxt zaman gəldi, böyüdü, hərbiyə getdi, hərbidən sonra oxudu. Yenə hərbini davam elədi və Naxçıvanda, sonra gəldi Bakıda, daxili qoşunlarda sonra getdi Beyləqana. Sübhan Beyləqanda işləyirdi. Beyləqanda işləyirdi. Amma o qədər vətənpərvər idi ki, bayrağı sevən idi, vətənpərvər idi. Amma, salam bacı. Amma deməli, hər bir şəhidin hər bir insanın alnında onun qisməti yazılır. Görsən, sənə qisməti yazıldı, qazi olmaq. Amma elə oğullarımız var ki, onlara şəhidlik zirvəsi qismət oldu. Deyirlər, şəhidlik zirvəsi ən uca zirvədir. Hər oğula qismət olmaz. Amma bu da bir alın yazısıdır. Çünki o Sübhan həmişə özünə şəhidlik arzulayırdı. O 4-cü sinifdən özünə şəhidliyi arzulayırdı. Öz arzusuna da çatdı. Sübhan öz arzusuna çatdı. Mən anayam, ağlayıram, onun həsrəti məni öldürür. Hər yerdə gözüm axtarır onu. Amma öz arzusunu özü gerçək elədi. Arzusuna çatdı Sübhan. 5 ildə hər yeri gəzirəm, gözüm hər yerdə onu axtarır. Amma Sübhan tapa bilmirəm. Çoxları çox vətənpərvər oğullar öz evlatlarının adını Sübhan qoydular. Görün, Sübhanlar getdi, vətən aldı, amma dünyaya yenə Sübhanlar gəldi. Sübhan, bax burada qazi oğlumuz var, o gün zəng eləyib mənə deyir ki, Qazi Qadir, Mehriban ana, mənə havallıq ver. Deyirəm, niyə? Deyir, dünyaya oğlum gələcək, adını Sübhan qoyacaq. Göz yaşımı bitirmədim, amma o qədər ağladım. Sözüm halalsız olmasın. Allah bir daha Qoy Sübhanın yerdə qalan ömrünü Allah sənin balına versin. Qoy Sübhan kimi cəsur, qəhrəman, vətənini sevən, ailəsini, anasını, atasını sevən bir oğul olsun. Allah köməyiniz olsun. Çox sağ olun gəlişinizlə. Tək bura gəlmirsiniz, siz hər yerə, rayonlara gedirsiniz, Bakıda hər yerdə şəhidlərimizi çəkirsiniz. Mən buradan sizin televiziyanın rəhbərliyinə, sizlərə, Səbinə xanıma
Bir ana olarak dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. Biz de Şəhidin TV kollektiv olarak sizə ve Elvin kardeşimizin ailesine dərinliklə başsağlığı veririk. Allah səbrinizi versin deyirik. Ve Sübhan Elvin kardeşimizin timsalında Allah Teala bütün şəhidlərimizin məkanın cennet, məqamlarını uca etsin. Bir daha şəhidlərimizə salam olsun. Çok sağ olun. Ayatillah vallahu la yahdil kavmez zalimin. قل يا أيها الذين هادوا إن زعمتم أنكم أولياء لله من دون الناس فتمنوا الموت إن كنتم صادقين ولا يتمنونه أبدا بما قدمت أيديهم والله عليم بالظالمين. قل إن الموت الذي تفرون منه فإنه آمنوا إذا نودي للصلاة من يوم الجمعة فاسعوا إلى ذكر الله وذروا البيع ذلكم خير لكم إن كنتم تعلمون فإذا قضيت الصلاة لكم تفلحون. فإذا رأوا تجارة أو لهوا انفضوا إليها وتركوك قائما قل ما عند الله خير من الله ومن التجارة والله خير الرازقين. صدق الله العظيم وسلام على المرسلين والحمد لله رب العالمين. ما كان محمد صلى الله عليه وآله من النبيين وكان الله بكل شيء عليما. إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا. فمزست منه 12 عينا. وصلى الله على جميع الأنبياء والأولياء والشهداء والمرسلين والحمد لله رب العالمين. آمين يا رب العالمين. اللهم صل على محمد وآل محمد. اللهم زينا بزينة القرآن وأدخلنا الجنة بشفاعة القرآن وأكرمنا بكرامة القرآن. اللهم ألبسنا بخلعة القرآن وشرفنا بشرافة القرآن. بارلاها بحق أحمد مختار رسول. Okunan Kur'an'ı ya Rab sen özün eyle kabul. Bi aliyyin ve veliyyin ve vesiyyin ve betul. Okunan Kur'an'ı ya Rab sen özün. Ey şerefli insanlar, cebhelerde aslanlar, aye aye Kur'anlar sizlere salam olsun. Hak size delil oldu, hafiziz zelil oldu. Sizlere salam olsun. Yaxşı imtihan verdiz, hak yolunda can verdiz. Kase kase gam verdiz. Sizlere salam olsun, salam olsun şehitlerimize, salam olsun peygamberimize ve onun pak ehli beytine. Allahümme salli ala Muhammedin ve ale Muhammed. Allahümme gfir lehu verhamuhu ve iyyana ve bihakkil Fatiha. Allahümme salli ala Elhamdülillah. İyyâke na'budu ve iyyâke nestaîn.
Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed. Allah bütün şahit. Allah rahmet eylesin. Allah kabul eylesin. Allah rahmet eylesin. Allah rahmet eylesin. Orada sıfırlaşmış. Allah size rahmet eylesin. Allah sevsin. Baştan ikinci yaz dördüncü yıl. Allah rahmet eylesin. Allah sabır versin. اللهم صل على محمد وعلى محمد أخوان كتاب رمضان من المؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. Şehitlerimizin ruhu hakkında salavat işleyecek. Allahümme salli ala Muhammed ve ala Muhammed. Şehit Şufan kardeşimiz hakkında, onun sımada bütün şehitlerimizin ruhu hakkında Kur'an okunacak. Ruhlarına salavat hediye edecek. Allahümme salli ala Muhammedin ve ala Muhammed. Meselellezine humule tevrate sümme lem yahmiluha kemeselellezine yahmil esfara. بئس مثل القوم الذين كذبوا بآيات الله والله لا يهدي القوم الذين تفرون منه فإنه ملاقيكم وإذا رأوا تجارة لهوا انفضوا إليها وتركوك قائما قل ما عند الله خير من اللهو ومن التجارة والله خير الرازقين صدق الله العلي العظيم. Sübhane rabbike rabbil izzeti amma yasifun ve selamun alel murselin velhamdülillahi rabbil alemin. Amin. İlahu rabbil alemin. Allahümme nevvir kulubena binurul Kur'an ve kefirenna seyyiatina bi izzetil Kur'an ve şfi merzane bi ayetil Kur'an ve sellim ehyana bi hurmetil Kur'an. Allahümme zevrana fid dünya raheten ve fil kebri munisen ve fis sıratı zavaza ve minen nâriye sitren ve hicaba. Allahümme belli ve emsil sababa meqalanahum iktabikel kerim ve ayetikel azim hediyeten minna vasileten lek ila ruhin merhuminel mağfurinel mebrinel menfinel malumin. Şehit Sübhan kardeşimiz, onun simasına bütün vatan şehitlerin ruhları şad. Muhammedin ve al Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdina sıratal müstakîm. Sıratal lezîne en'amte aleyhim gayril mağzûbi aleyhim velezzâllîn. Bismillahirrahmanirrahim. Lan canım. Ulad ve lem yuhkum. Allah bütün şahitlerim. Allah rahmet eylesin. Elbin kardeşimizle bu müşahit ona gibi 14 Fatiha verek. Allahümme ehfir lana vel valideyna vel ustazna ve şehidana cemil mu'mina vel müminat vel müslimiden vel müslimat el ahya minhum vel amvat ila ruhil merhuminel mahfurinel mabrurinel menvinel malumin. Şahit Elbin kardeşimiz onun siması bütün Azerbaycan şehitlerin ruhları şad. El Fatiha. Allahümme sallallahu. Bismillahirrahmanirrahim. İyyâke na'budu ve iyyâke nestaîn. Atallazîne. Allah bütün şahitlerine rahmet eylesin. Allah rahmet eylesin. Allah sabretsin. Allah rahmet eylesin.
Para gelmən müddətdir. Allah rəhmət etsin. Allah rəhmət eylesin. Allah rahmet eylesin. Allah uşak eylesin. Ruhlarını şad eylesin. Allah rəhmət etsin. Sizlərlə şəhidlərimizi andı. Həm Evgin qardaşımızı, həm Tufan qardaşımızı alım tədbiridir. Sizdən 5 il vaxt keçməsinə baxmayaraq cəmaatımız şəhidlərimizi həmişə anır. Yəni, həmişə bizim borcumuzdur. Biz şəhidlərimizi anmalıyıq, sizlərlə bir yerdə olmalıyıq. Biz 5 il bundan qabaq, yəni, hava da belə deyildi, yəni o biz dövrü yaşadıq. Hava da belə bir soyuq havalar idi, o dövrdə döyüşmək, o torpaqları almağın özü də bir iki qat əziyyət idi, iki qat əziyyət tələb edirdi. Amma buna baxmayaraq, bu torpaqlarımızın işğaldan azad olunmasına nail olduq. Biz hər gün qələbə sevinci yaşayırdıq. Yəni, arxada biz hər gün qələbə sevinci yaşayırdıq. Hər gün elə bir gün olmurdu ki, bizim qəhrəman zabitlərimiz, əskərlərimiz hansı bir yüksəklik, qəsəbələri, şəhər, kənd azad etməsinlər. Amma təbii ki, bunun arxasında insan ömrü dayanırdı. Şəhidlərimizin qanı bahasına, onların canı bahasına o torpaqları biz geri qaytardıq. Allah hamısına rəhmət eləsin. 2023-cü ildə də antiterror əməliyyatının Azərbaycan suveren hüquqları tamamilə bərpa olundu. Artıq Azərbaycan qanunları Azərbaycan bütün ərazisində keçərlidir. Azərbaycan bütün vətəndaşları üçün keçərli olubdur. Bu bizim bəlkə də son 200 illik tariximizdə yeganə hadisədir ki, biz tam müstəqil, suveren bütün ərazilərini nəzarət edirik. Yəni biz Vətən müharibəsində 90-cı illərdə son dövrlərdə ermənilərimizin xalqımızın başına açdığı müsibətlərin yox, eləcə də bu 200 illik ermənilərin bu Qafqaza gəlməsi ilə Azərbaycan xalqının qarşısının başına açdığı o müsibətlərin əvəzini çıxdıq hərb meydanında iki kimi döyüşərək. Allah şəhidlərimizə rəhmət eləsin, valideynlər üçün çətindir. Yəni bu Mehriban xanım qeyd elədi, həqiqətən insan gözü axtarır, adi xırda bir şey itirəndə insan həmişə gözü axtarır qalır ki, bəlkə halısa düşüb, halısa taparan, yəni böyük itkidir, böyükdür. Biz bəlkə də 5 il sizlərlə bir yerdə olmuşuq, çalışmışıq ki, sizləri tək qoymayaq, yəni, amma biz nə qədər eləsək də sizin övladlarınızın, sizin əzizlərinin əvəzini verə bilməzik. Amma siz də qürurlu insansınız ki, seçilmiş insanlarsınız ki, belə qəhrəman edir, oğlu övladlar böyütdünüz, vətən üçün lazım gəldi verdiniz və bu torpaqlar onların sayəsində, onların qanı canı bahasına işğaldan azad olundu və bizim də borcumuz odur ki, üstündən 5 il olsun, 10 il olsun, illər keçsə də sizlərlə bir yerdə olmalıyıq. Yəni onlar bizim hər biri bizim üçün əziz insanlardır. Siz şəhid ailələr, bizim əzizlərimizsiniz. Mən sizin hər biriniz özümüzə doğma sayıram. Yəni biz bu 5 ildə sizlərlə bir yerdə olmuşuq və doğmalaşmışıq. Yəni öz yaxınımız, öz əzizimiz kimisi bilirik. Yəni bunun bu sözün həqiqi mənasında deyirəm ki, bəlkə də mən sizlərlə görüşdüyüm qədər heç qohumlarla görüşmürəm. Yəni o qədər bizim üçün doğma əzizsiniz. Allah Teala qismət eləsin torpaqlarımıza. Gələcəkdə də hər hansı bir qan tökülməsi olmasın, hər hansı bir belə də o düzdür, düşmən sərhədimizdədir. Biz hər an hazır olmalıyıq, hər an güclü olmalıyıq. Amma arzu eləyək ki, bu son olacaqdır, qan tökülməyəcəkdir. Allah Teala qismət eləsin. Sizlərlə növbəti sevinçli günlərdə toplaşaq, digər övladlarınızın, nəvələrinizin sevinclərini eləyək. Həyat davam eləyir. O bir göz ağlayanda biri də gülməlidir Mehriban xanım. Siz pozitiv insansınız, yəni sizlə biz xeyli söhbətləriniz olur, biz bazı qardaşım sizlərlə, siz həmişə də elə bir qəbul eləmişik. Yəni siz pozitiv insansınız, siz həmişə o bir şəhid ailənə dəstək olursunuz, aktivliyinizlə. Bizim Baksan Naxçıvandan çıxırsınız, bizim Baksan ki, səhərsi gün Gədəbəydəsiniz. Yəni, hərdə fikirlərsiniz ki, dünən Naxçıvandan nətər gəldi, getdi bu şey. Yəni, nə götürürəm ki, o enerjili insansınız. Yəni, o biri şəhid ailəsinə dayaq olursunuz, aktiv insansınız, cəmiyyətdə də aktivsiniz, dövlətimizin yanındasınız, dövlətimizi daimi dəstək edən insanlar, hər birinizə aiddir bunlar. Çünki sizin haqqınız digər insanlardan daha çoxdur. Yəni, dövlətimizin qorunmasında da, qanunlarımızın işlənməsində də, haqq ədalətin yerlərdə yerinə yetirilməsi sizin haqqınız daha çoxdur. Ona görə də sizin tərəfləriniz də haqlıdır. Yəni, həmişə də
belə götürəndə, yəni o obyektiv insanlarsınız. Allah sizin canınız sağ eləsin, var olun. Və bizlərin də yenə deyirəm, borcumuz, yəni heç kim sizə minnət qoya bilməz. Hər bir insan vəzifəsindən asılı olmayaraq, vətəndaş kimi sizə borcludur, vətəndaş borcunu yerinə yetiririk, yəni vəzifəsindən asılı olmayaraq. Allah sizin hər birinizə can sağlığı versin, Allah bütün şəhidlərimizə də rəhmət eləsin. Allah razı olsun sizdən. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Deyir ki, analar oğul doğur vətən üçün, vətəni qorumaq üçün. Analar Azərbaycan doğumur. Anaların doğduğu oğullar vətəni qorumaq üçün. Və Sübhan balamızın da, Elvin balamızın da payına ən yüksək zirvəyə qalxmaq düşürdü, şəhidlik zirvəsinə qalxmaq düşürdü. Vətəni qoruyub şəhid olur. Allah rəhmət eləsin, Allah səbir versin. Bugün bu şəhidlərimizin hesabına bizim torpaqlarımız azaddır. Bunların qanı bahasına. Azərbaycan torpağı şəhid qanı ilə suvarılıbdır. Bu torpağı qorumaq, vətəni qorumaq hər bir Azərbaycan övladının borcudur. 2 gün bundan öncə mən Xocalıda, Xocalı qəbirstanlığında dəfində idim. O dəfində eyni zamanda bütün Xocalılar, orada olanlar əlin qaldırdı, şükür elədi. Nəyə şükür elədilər? Şükür elədik ki, 32-33 ildən sonra Xocalı qəbirstanlığında dəfn olur. Yəni torpaqlarımız düşməndən azaddır. Bugün Ağdam Qarağacı qəbirstanlığında dəfinlər olur. Ağdamın bütün ərazisində, yaşayış məntəqələrində o dəfinlər olur. Bu, bax, bu şəhidlərimizin canları bahasına, qanları bahasınadır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Allah xalqımıza, millətimizə bir də belə ağır günlər qismət eləməsin. Amin. Çox gözəl sözlər deyildi. Daha çox sözlər də deyilə bilər. Və bundan sonra da deyiləcəkdir. Bu oğullarımız vətən tarixini öz qəhrəmanlıqları ilə yazan oğullardır. Onlar nəinki əsl qəhrəmandırlar. Onlar eyni zamanda da bütün gənclərimizə bir nümunədirlər. Dönüb geriyə baxanda gələcək nəsillər onlar daha böyük qiymət verəcəklər ki, düşməndən qisasımızı məhz döyüş meydanında mərdliklə döyüşərək intiqamımızı aldılar. Soyqırımını törədənlərdən qisasımızı aldılar. Amma onlar kimi alçaqcasına yox, mərdi-mərdanə, üzbəyüz. Ən yüksək qiyməti Müzəffər Ali Başkomandan Cənab İlham Əliyev verir. O çıxışlarında həmişə qeyd edir ki, bizim qəhrəman əskər və zabitlərimiz bir gün də olsun geri çəkilmədilər. Bir addım da olsun geri çəkilmədilər. Addım-addım irəli getdilər. Hətta o torpaqları görməyən gənclər gedib o torpaqlarımızı azad etdilər. Müstəqilliyimizi əbədi etdilər. Ərazi bütövlüyümüzü təmin etdilər. Suverenliyimizi təmin etdilər. Bizi dünyada qürurlu etdilər. Və bu yaxın günlərdə 25 sentyabrda BMT-nin Ali kürsüsündən Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev çıxış edəndə, dedim mən buradan əvvəllər çıxış edəndə işğal olunmuş bir dövlətin başçısı kimi çıxış edirdim. Minlərlə insanlarımıza qarşı soyqırımı törədilmiş bir ölkənin başçısı kimi çıxış edirdim. Bugün qalib dövlətin, qalib xalqın öz torpaqlarını azad edilmiş bir dövlətin başçısı kimi çıxış edirəm. Və bu mesaj ondan ibarətdir ki, vaxtında işğalçılara qiymət vermək lazımdır. Onlara qarşı tədbir görmək lazımdır ki, insanlarımız döyüşlərdə tələf olmasınlar, həlak olmasınlar, qurban verməsinlər. Və bu böyük bir çağırış idi. Və hesab edirəm ki, bu günləri bizim igid bu əskər və zabitlərimiz Azərbaycan torpağının hər yerindədirlər, hər bir güşəsindədirlər. Vətənimiz də, xalqımız da, dövlətimiz də onlarla nəfəs alır, onlarla qürur duyur. Onlar bizim qürurumuzu özümüzə qaytardılar, başımızı uca etdilər
Onlar qarşısında biz həmişə borcluyuq. Onlar qarşısında baş əyirik. Onlara Allahdan rəhmət diləyirik. Amin. Qazilərimizə möhkəm can sağlığı, bütün valideynlərə səbir diləyirəm. Onlarla da qürur duyuruq. Pərvanə xanım buyurun. Allah rəhmət eləsin. Biz bugün burada iki şəhidimizin anım gününə toplaşmışıq. Allah ruhlarını şad eləsin. Biz ailələrlə daim görüşürük və bugün 5-ci il dönümü Vətən müharibəsini qeyd edirik. Amma mən əminəm ki, ailələr üçün bu bir əsrə bərabər, günlər əsrə bərabər ifadəsinin tam yerini tutduğu bir gündür, bir ifadədir. Allah şəhidlərimizə rəhmət eləsin. Onlar qeyd olunduğu kimi bütün Azərbaycan xalqının, bütün dünya Azərbaycanlılarının başını uca elədilər. Ali Baş Komandanın çağırışına səs verən iki şəhidimiz burada uyuyur. Onları böyüdən analar da, valideynlər də qəhrəmandılar ki, necə onlar bir saniyə belə düşünmədən öz canlarını vətən uğrunda qurban veriblər. Və biz onların sayəsində artıq azad olan Şuşaya, Füzuliyə və bütün azad olmuş ərazilərimizə səfər edə bilirik. Bu fəxarət hissini, bu qürur hissini bizə bu şəhidlərimiz yaşadıblar. Allah onların valideynlərinə də böyük səbir versin. Ancaq səbir arzulayırıq. Biz sizin ağır acınızı bölüşürük, sizinlə həmrəyik və onların ailələri də daim bizim üçün əmanətdir. Onların övladları bizim üçün Azərbaycan dövlətinə əmanətdirlər. Hər zaman sizin yanınızdayıq və yanınızda olacaq. Bu şəhidlərimiz bizim Azərbaycanın dastanı yazdılar, qəhrəmanlıq dastanı yazdılar və bu qızıl hərflərlə Azərbaycan tarixinə yazıldı, nəsildən nəsilə ötürüləcək. Onlar haqqında kinolar çəkilir, kitablar yazılır, şiirlər yazılır və gənc nəsil də onların necə böyük qəhrəmanlıq elədiyini, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini necə bərpa etdikləri barədə məlumatlıdırlar. Bugün bizim şəhidlərimiz də, qazilərimiz də qalibdirlər. Onlar qalib Azərbaycanın şəhidləridirlər. Allah hər birinə, burada uyuyan bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Qazilərimizə də can sağlığı versin. Sağ olun. Mən bir kəmə deyim. 7 yaşım olanda atamı itirmişik. Mənim atam polkovnik leytenant Səfdər Əmirov elə o iş tapşırığını yetirərkən şəhid olub, ona şəhidlik adı vermişdilər. Amma dünyanın ən böyük dərdi evlad acısıdır, evlad dərdidir. Mən atasız böyüdüm, ailə həyatı qurdum. Anam yetimçiliklə 6 evlad saxladı, böyütdü. 35 yaşından ailəsini itirdi, amma evladlarını böyütdü. Mən elə fikirləşirəm ki, hər yeri gəzirəm. Amma evlad acısı kimi acı yoxdur. Mən elə fikirləşirdim ki, 5-ci ilə keçib, bəlkə də yaram qaysaqlayar. Amma getdikcə yaram qanıyır, qaysaq vermir. Allah sabır versin. Sübhan atası 27 il dövlətimizə xidmət edib. 27 il qüsursuz dövlətimizə xidmət edib. Sübhan şəhidliyindən sonra ürəyində problem yarandı. Pensiya çıxdı. Yəni biz ömür billah dövlətimizə xidmət eləmişik, dövlətimizin yanında olmuşuq. Atasızlığı da görmüşəm, indi də bir şəhid anasıyam. Amma ən böyük acı evlad acısıdır. Allah heç bir ataya, anaya evlad acısı göstərməz. Yaralar heç vaxt qaysaq bağlamır. Çox çətindir. Böyük bir dərddir. Allah sabır versin. Allah rəhmət eləsin. Ruhu şad olsun. Bir olsa dözüm sabrası. Sabır rütbatı versin. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahümme ekfir lana vel valideyna vel ustazina vel şahidane demir mu'mine vel müminat vel müslümine vel müslümat el ahya minhum vel amvat ve ila ruhil merhumine el mağfurine el mebrine el menvine el mevmin şehit şüblan simasında bütün vətən şəhidlərin ruhları şad. El Fatiha. Bismillahirrahmanirrahim. Sıratellezine en'amte aleyhim. Bismillahirrahmanirrahim. Allahümme salli. Allah bütün şəhidlərimizə rəhmət etsin. Allah rəhmət eləsin. Allah ruhlarını şad eləsin. Mən üzr istəyirəm.
Əziyyət çəkəcəyiniz hər biriniz ayrı-ayrılıqda təşəkkür edirəm. Hamımızdan da xahiş edirəm ki, saat 1 tamamda vida mərasim evində ehsan süfrəsi veriləcək. Hamımızı orada görmək mənim üçün şad olur. Allah qəbul etsin. Söz yox, vaxt məhdudiyyəti şəhidlərimizin bu anın günü çoxdur, ancaq onlara nisbətən üzr istəyirəm. Yəni nisbətən nə mənada ehsan süfrəsində olmağınızı hamını ziyarət edir, nə vaxt olsa gözləyirik orada. Allah şahidləndi. Allah sağlık olsun. Allah rəhmət etsin. İcra hakimiyyəti kimi yox ha. Qardaş kimi bizim üstümüzdə, başımızın üstündən. Bax bu Xətai rayonu şəhid ailələrinin üstündən əski eləməsin. Allah sənə can sağlıq versin. Balalarını gözünə çıraq eləsin. Allah balalarını qorusun. Allah səni onların toyunu görməyi, gözəl qaynata, baba olmaq qismət eləsin. Amin. Sən çox dəyərli insansan. Bizim üçün əziz qardaşlar. Yox, doğrudan biz onun xətrini çox istəyirik. Bütün Xətai rayonu olacaq xətrini çox istəyirik. Allah canı sağ olsun. Xətai rayonunda istəmir. Hamı şəhid anaları hamısı. Sağ ol, çox sağ ol. Çünki özü hamıya hörmət qoyur. Həqiqətən o hörmətə Özü qazanır. Sağ olun. Allah sizi baş olsun. Allah səni həmişə başınız sağ olsun. Anamı şəhid etmişəm. 30-dan çox şəhid. Allah səbr versin. Allah hayırlı həyat versin. Allah köməklisin. Allah balaları, nəvələri xeyir. Allah heç evlad acısı görsün. Onlara çəkdik düşdü. Səbr versin. Çəkik çəkdik. Allah rəhmət etsin. Salam ana. Salam, salam. Necəsiz? Gedərsiniz də inşallah. İnşallah, inşallah. Gözüm axtardı ilə deyirəm falan müəllim yasan yoxdur. Xaricdədir. Buradaymışlar. Allah səni. Bir dənə belə cihazlanın. Baxın, hamı gəlir, gedir, axıra kimdə alır? Qarar bəy. Allah sizə səbir versin, mehribanlarınız da qalır. Çəkil-çəkdə yaxşı. Çəkmişəm o sizə çox paylaşırsın. Yəni. Mən. Mənim gücüm qələmə çatır. Bax, bu kitabın təqdimatı aylar öncə olub. Amma müəyyən səbəblərdən siz o təqdimatda iştirak eləməmişdiniz. Həmişə də bizim yanımızda olub təqdimatlarımda yüksək səviyyədə siz iştirak edirsiniz. Mən də bugün özümə borc bildim ki, Sübhanın məzarını ziyarət edeyim. Elə məzar başında Sübhanın xatirəsinə yazdığım, bax burada yazılar var, bu kitabı sizə hədiyyə edeyim. Allah Sübhanın məkanını cənnət eləsin, Sübhanın timsalında bütün şəhidlərimizin məkanlarını cənnət eləsin. O qəhrəman oğullar həqiqətən də elə bizim doğulub boya başa çatdığımız Qarabağ uğrunda canlarını fəda etdilər. Sübhan bax mənim doğulduğum Füzuli rayonunda şəhid olubdur. Allah məqamını uca eləsin, bir ömür boyu Sübhan mənim xatirəmdə əziz yaşayır. Allah köməyin olsun Raziyə xanım. Siz həmişə biz şəhid analarına dəyər vermişsiniz və onların oğullarını bax bu kitabda öz vəsaitinizlə bu kitabda bizim balalarımızı tarix yazmışsınız. Necə tarix yazdı oğullar, siz onları tarixə yazıb və tarix gələcək nəslimizə həmişəlik təqdimat eləmişsiniz. Sağ olun, dəyərli xanımsınız, dəyərli anasınız, həmişə də şəhid analarının, atalarının, rayon bizlə bərabər siz də gəzmişsiniz, yanımızda olmuşsunuz, bizlərə dəyər vermişsiniz. Siz əsl Qarabağlısınız. Təşəkkür edirəm. Çünki bizim yanımızda olub, həmişə də deyir ki, siz bizim torpağımızı qaytardı sizin oğullar. Bu sözü bilirsiniz, biz analar kimi onu eşitmək nə deməkdir? Allah siz var olun, bütün analar. Burada bizim dəyərli xanımımız var, Ayda xanım. Ayda xanım da ki, bilirsiniz ki, dövlətimizə xidmət edən bir xanımdır. Mən çox istəyərdim ki, Ayda xanım da bir kəlmə desin, Sübhanın məzarının başında. Allah sizi qorusun Ayda xanım. Valla bəzən Bacı deyil, bacı. bəzən elə yer olur ki, orada sözün qutaran yer olur. Gəlirsən, baxırsan, nə cür oğullar bu dövlətə, bu millətə, bu xalqa lazım olacaq, gələcəkdə də lazım olacaq oğlanlar bu torpaqları xilas elədi. Hər halda keçmiş döyüşçülərin və bu xalqın alnından o töhməti sildi. Buna görə bizə düşən sağ qalan insanların vəzifəsi ondan ibarətdir ki, bəli, biz onların anım gününə, ölüm gününü gəlib yad edəyək.
Allah cəm şəhidlərə rəhmət eləsin. Orada su var, kim sustasa qısmışdı. Əziz izləyiciləri, qeyd etdiyimiz kimi bu günlərin fəxri xiyabanda 2 dənə şəhidimizin anım günüdür. Gizir Tufan qardaşımızla Əsgər Mağayevin Əkbəroğlu'nun Tufan Gizir kəşfiyyatçıdır. Kəşfiyyatçıdır qardaşımız. Və Mehriban ana dinlədik. İstəyirik Elvin anamızın, Elvin qardaşımızın anasını da dinləyək və Elvin haqqında kiçicik də olsa məlumat alıb izləyicilərimizə çatdıraq. Buyurun. Anam buyurun. Mən heç nə danışa bilmirəm ki, gün haqqında nə qədər də danışsam, gərək kitab yazsın. Heç nə danışa bilmirəm. Allah səbrinizi Mən nə versin. qədər də danışsam, tutarmayacaq. Çünki onun haqqında. Bəli, qəhrəman oğullar haqqında nə qədər danışsan da... Evdə mələk böyütmüşük, biz bilməmişik. Bəli. Evdə nə qədər bu oğlanlar haqqında danışsan ki, o igidlər haqqında danışsan da tutarmayacaq. Düzdür, ana üçün çox çətindir. Bir daha Allah səbrinizi versin, məkanları cənnət, məqamları uzun olsun inşallah. Şəhidlər evdən yox, bütün öldən getdi. Çünki görürsünüz, bütün millətimiz, elimiz, obamız, hamı gəlir şəhidlərimizi ziyarət edir. Və bizə də təsəlli bilirsiniz nədir? Bax, sizin belə gəlişiniz, bizim balalarımızın ziyarəti, biz analar üçün bir təsəllidir. Haradasa sosial şəbəkələrdə şəkillər paylaşırlar, analar o şəkillər arasında bala axtarır. Hamı öz balasını axtarır. Kimsə paylaşmayanda biz ondan küsürük. Belə baxanda şəkil deyə, amma yenə küsürük ki, bizim uşağımızı niyə paylaşmamışsınız? Bizim də balamızı paylaşın. Biz heç kimdən yemək istəmirik, sumka istəmirik, maddiyyat heç kimdən istəmirik. Amma deyirik ki, heç olmasa balalarımız, şəhidlərimiz unudulmasın. Onların şəkillərini paylaşın, onlar haqqında kitablar yazın, onlar haqqında filmlər çəkilsin ki, çünki bunlar tarix yazılar, bunlar canları bahasına, bilərəkdən ki, ya qazi olacaq, ya şəhid olacaq, bilərəkdən öz şirin canlarından keçdilər. Ya erməni vuracaqdılar, ya erməni bunları vuracaq idi, qorxmadan. Görün, bunlar şir ürəyi yeyib, boğullar. Adi görürsünüz, zəlzələdə hamı qorxusundan düşür, qaçır həyətə. Amma bunlar bilərəkdən sinələrini verib qabağa gediblər ki, niyə görə? Çünki bizim o həsrətimizə son qoymaqdan ötürü boğullar getdi ki, həsrətimizə son qoyulur. Bir daha heç kimə qaçqın deyilməsin, heç kim dədə baba yurdundan kefindən gəlmir, qaçmır. Heç kim istəmir. Çünki onların orada gözlərini açıblar, orada böyüyüblər, onların orada dədələrinin, babalarının qəbirləri var. Heç kim öz torpağından didərgin düşmək istəməzdi. Heç kim. Və bu oğullarımız da görürsünüz, Sübhan 92-ci ilə dünyaya gələndə Xocalı faciəsi var idi də o vaxtı. O uşaqlıqdan o televizorda o qədər görsədirdilər. Mən otururdum, ağlayırdım. Deyirdim, amma niyə ağlayırsan? Deyirdim ki, bəs bizim orada ana bacılarımızı görün nə vəziyyətə qoyublar. Bizim o körpə balalarımızı nə vəziyyətə qoyublar. İnanırsınız ki, mən hərdə otururam, fikirləşirəm, deyirəm ki, onun qəlbinə o vətən sevgisini mən qoydum. Yəni o uşağı gör, mən necə vətənpərvər öyrətdim ki, belə baxanda Sübhan orada olmamalı idi. Amma görün necə o deyir ki, elə şey olar, mənim dostlarım orada maşın gedib, böyük bir maşın gedib, o təminatıdır, indi əskəridə olanlar bilir də. Maşını aparıb təminatı verib, qaydanda yarı yolda düşüb, deyib yox, sən get hərbi hissəyə, mən gəlirəm, amma qaydmayıb. O dostları ilə Orxan Əkbərov var, Belasvardan polkovnik, leytinant, onun komandiri olub da. Onunla bərabər çiyin və çiyin qalıb orada vuruşub. Vuruşub və kəşfiyyata çıxıblar. Kəşfiyyata çıxıblar və onlar oktyabrın ikisi vurulub, neytralda qalıblar, götürə bilməyiblər, yağış yağıb. Yağışın altında qalıblar. Oktyabrın 6-sı gətirdilər. Bir gecə evimdə qonaq qaldı. 7-si dəfn olurdu Sübhan. Allah səbir versin bir daha. Onun bir dənə yaxşı sözü var. Həmişə deyirdi, zəng eləyirdim. Anayam da, indi biz biraz parollarla danışırdıq. Deyirdi, meyvəli qabaqda yığma. Gülürdü. Mama hər şey yaxşı olacaq, narahat olma. Mənə prinsesa deyirdi. Dedi, prinsesam hər şey yaxşı olacaq, narahat olma. Həmişə bu sözü deyirdi. Onun şəkillərini paylaşırdım. Telefonuma baxırdı, şəkillərimi paylaşırdım. Mənim 3 evladım var, amma həmişə onun şəkillərini paylaşırdım.
Deyirdi ki, ana, sən mənlə fəxr edirsən. Deyirdi, mənə Yusufan, mən sənlə fəxr edirəm. Deyirdi, ana, sən mənlə həmişə fəxr eləyəcəksən. Həmişə fəxr eləyəsən mənlə. İndi də mənim telefonumda yenə də onun şəkilləridir. İndi mənim kontaktımda olan insanlar bilir ki, mən yenə də onun şəkillərini paylaşıram. Mən heç kimin şəkli yox, İmdə Sübhan şəkillərini paylaşıram. Və mən o medalların alanda gəldim bura qəbr üstünə. Medalları aldım əlimə, dedim ki, oğlum, mən sənlə fəxr edirəm. Mən sənlə fəxr edirəm ki, dünyaya sən kimi qeyyətli oğul, vətənpərvər bir oğul gətirmişəm. Allah sabrınızı versin. Düz qeyd etdiniz Mehriban ana, o şəhid o evdən yox, bu evdən gedir, bütün evdən gedir. Allah cəm şəhidlərimizin məkanını rəhmət eləsin. Çox sağ olun. Qoy belə, qoy belə. Ha? Link yatarım. Bir daha burasına orada İnşallah izinle ziyaret edeceğim. Sen oradan gel, buradan taraftan çay. Hanıma gəlir, istəyirəm mən bir söz. Allah bütün şəhidlərimizin məqamını etsin. Allah var etsin hər kəsi. Sən mənim başdan verdən hamdını bilir. Və ona görə də sən çox istəyirəm ki, Respublikada o şəhid ailəsi yoxdur ki, sən orada olmayasan, ictimai nəzarət təşkilatlarından və onları qəhrəman ana, qəhrəman ata diplomu ilə və nişanı ilə təşkil etmirsən. Çox sağ olsun. Hanımlar, bir daha salamlayıram hər kəsi. Bu şəhid analarını, onlardan ötürəm. Mehriban ana, sən baş tacımızdan. Bütün analar baş tacımızdır. Ancaq sən şəhid anası olaraq Naxçıvandan belə bütün şəhid ailələrinin, dağ kəndlərinin yanında olsun. Bütün təşkilatımızın şəhid ailələri ilə sədri olduğun üçün sənə minnətdarım. Və şəhidlər ailələri olduğun üçün sənə minnətdarım. Öz dərdin bir yana qoyub, bütün ailələrdə olursan, bütün ailələrin dərdinə yanırsan və bir ana üçün ən gözəl, belə deyim, gedişdir və cənnəti siz bu dünyada qazanmışsınız evlatlarınız tərəfindən də və gördüyünüz işlər tərəfindən. Sizə minnətdarım və can sağlığı arzu edirəm ki, ömür boyu şəhidlərimizi yaddan çıxartmağa qoymayasın. Həmişə də qoymuyorsun. Minnətdarım. Allah şəhidimizin məqamını ucaq, yerini cənnət etsin inşallah. Allah köməyiniz olsun, gələn ayaqlarınız var olsun. Siz beşində həmişə şəhid ailələrin yanında olmuşsunuz. Həmişə analarımızın yanında olmuşsunuz. Maddi və mənəvi dəstək olmuşsunuz. O kasıb imkanı olmayan analara gətirmişsiniz ofisinizdə, onların tədbirlərini keçirtmişsiniz. Analarımızı diplomla bizim təşkilat Qəhrəman Ata diplomu ilə tərtib eləmişik. Təzəlikcən də döş nişanları çıxartdıq. Qəhrəman ana döş nişanı. İndi kimin yoxdur, Şəhrət müəllim Qəhrəman ana döş nişanı həmin analarımıza verəcək inşallah. Mən verəcəm. Sağ zəhmət olmasın. Kimdə yoxdur. Orada verin. Bu iki dənə anamıza da verəcək. O get gəlmiş. Allah hər birimiz qəhrəman. Başqa deyirlər, nəsə bəndə oğullar böyüsün. Xanım, bu onun üçündür. Bu biz nə üçündür? Analar, xanımlar var, gəlir deyir ki, mən şəhid anası. Ancaq vəsiqəsini soruşursan, vəsiqəsi yox. Bu onun üçün ki, seçilsinlər. Anladınız necə? Buyurun. Kəmal ana edib dəndir.
Kəmalə, bir dənə sənə bir yox, o qəhrəman ana. Yox, niyə? Yox, belə taxmırsan sənə. Allah səbr etəriz sizlərə. Allah saxlasın. Mərva, bilmirəm, deyir şəhidlər, indi körpə uşaqlar mələkdir də, onların yuxusuna gəlir. Nədirsə, Mərvanı Sübhan pandemiya dövrü idi, Mərva dünyaya gəlmişdi, 6 aylıq idi. Mənə dedi ki, mama, Mərvaya sırğa al, pulunu mən verəcəm də, bahalı sırğa al, brilliant al deyilən dedi. Mərva brilliant qızdır, deyir, bahalı qızdır, deyir, ucuzlu sırğa alma. Dedi, məşqə bir dənə sırğa, elə belə sırğa al, dedi, yox, 10 dəfə tapşırdı mənə ki, ona brilliant sırğa al. Getdim buna brilliant sırğa aldım, göstərdim buna, dedim bana brilliant sırğa almışam. Pulunu göndərdi, dedi ki vermə. Dedim yaxşı. Bu pandemiya dövrü 2 günlük gəlmişdi, elə bir ki burada komandirlərini gətirmişdi malcı olunmağa, 2 günlük gəlmişdilər. Gəldi, elə özü Mərva ilə görüşdü, bax o Mərva 6 aylıq idi, o sırğanı verdi, taxdı qulağına. Mərvaya taxdıq qulağına və Mərva, baxın görün, onun Sübhanın üzünü görməyib də, 6 ayında uşaq nəyin daşında qalar. Amma hər dəfə ağlayır, anasına deyir ki, mən Mələk dayımı görmək istəyirəm. Bax, təzəlikcə də bir həftə bundan qabaq gəlib Mələk dayısını öpüb, neçə gün evdə ağlayıb. Anası deyib ki, uşaqdır da, deyib, yox, mən Mələk dayını görmək istəyirəm də. Anası deyib, uşaqdır, bəlkə də yadından çıxar. Amma deyib, gətirib, anası ağlayıb ki, yoxu məni apar. Gətirib gül alıb, gətirib qoyub, öpüb. Gedəndə də deyib ki, ay necə rahat oldum, körpə uşaq, rahatladım. Deməli, bu dayı gəlir buna, mən elə fikirləşirəm, indi bəlkə din xadimlərində. Dayı gəlir onun yuxusuna, deyir, Mərva gəl mənim yanıma. Mərva gəlir bura, görüşür, gedir. Ona görə deyirlər. Bunu qoy oradan bunu. Allah əzizimizin Kərbəlayı nazımdır. Allah sizi var eləsin. Allah cəmi şəhidlərimizin, mən üzr istəyirəm eynəkdə, gözüm ki əməliyyat olub, ona görə çıxarda bilmirəm. Mən sizə gəldim. Şəhid elə bir varlıqdır ki, şəhid elə bir varlıqdır. Burada Diyağdan nə qədər insan gəlib gedib, analar var, atalar var. Bir zaman şəhid Sübhanəyi ancaq ailəsi tanıyırdı. Amma əlhəmdülillah, Allaha həmd-i sənə olsun. İndi gör nə qədər insan Azərbaycan, bu bilirsiniz nədir? Şəhid maddi olaraq bizim aramızda yoxdur. Görün, bəlkə də kiminsə bəsirəti açıqdır, görür. Amma Xudavənd mütəal görünür, elə bir varlıq yaradıb ki, vəsilə qılıb, biz hamımız bu dəqiqə cəm olmuşuq ki, şəhidin ətrafında, şəhid bir məqamdır. Onu heç kim dillə vəsf eləyə bilməz. Allah hər bir şəhid doğmasına, hər bir şəhid ailəsinə, Ağam Hüseynə xatir, inşallah səbr əta eləsin. Bütün şəhidlərimiz bir eşqdir. Eşq dillə vəsf olunmur, eşq yerə yaşayasan. Çünki bayaqdan Həcxanıma fikir verirəm, şəhid dünyaya şəhid kimi gəlir, başqa bir mənası yoxdur. Bu günləri sizlər hər biriniz məğrursuz, and ola Allaha. Bir insan dərk eləsə ki, ya Allah mütəal mehriban anıya neyi vəsf eləyib, neyi hədiyyə eləyib, gecə gündüz insan onu arzulayar ki, mən tez qovuşum. Çünki ən dəyərli varlıq siz şəhid doğmalarısınız. Bizi üçün şəhid doğmasından dəyərli üstün bir məqam yoxdur. Allah bir daha sizlərə səbir və dözüm əta eləsin. Allah qəlbimizdə olan qəm ki var, həsrət ki var, qüssə ki var, huzur və aramlıq bəxş eləsin. Allah hər bir şəhidimizi Kərbəla şəhidləri ilə, o misilsiz olan şəhidlərlə məhşur eləsin inşallah. Hər biri ki, necə ki burada xidmətdə idi, tam yəqinliyimlə, səmimi olaraq deyirəm ki, hər biri bu dağa Kərbəla şəhidləri ilə məhşurdular. Ağa İmam-ı Zaman
bizim özü inşallah dualarımıza amin desin. Allah müteal burada cəmlənən bütün nə qədər ki ruhlar var, Allah hər birinin, biz heç bir zaman şəhidə rəhmət deyə mürad. Çünki yəqinimiz var. Xudavənd müteal Qur'anda buyurur ki, onları ölü zənn etməyin. Heç bir insanın ixtiyarı yoxdur. Əgər şəhid deyə müraciət edirsənsə, ixtiyarın yoxdur ona ölü nəzəri ilə baxasan. Ölü mənəm. Çünki aqibətin bilinmir, amma onların aqibəti əlhəmdülillah yüksəkdir. Məqamları yüksəkdir. Allah buyurur ki, ölü zənn etmə, əksinə diridirlər. Bu günləri biz Allah'a iman gətirsək, bilərik ki, bəli, şəhid diridir. Allah hər birimizə səbir və dözüm əta eləsin. O ananın ki, o boş sözdür. Ay bir oğul itirdin, 1000 oğul qazandın. Bu təfəkkür yanlış təfəkkürdür. Heç kim mehriban ananın çəkdiyini bilə bilməz burada. Heç bir şəhid anasının nə çəkdiyini bizlər bilə bilmərik. O sözü buraxmaq lazımdır. O sözü dilə gətirmək olmaz. Bunların çəkdiyi, amma gör nə qədər məğrur anadır ki, ağlamaq şəhidə vacibdir, müstəhəbdir, gözəl əməldir, amma üsyan yox. Üsyan olmaz. Onda biz gerək şəhid deməyək. Allah hər birimizə səbr əta eləsin. Çünki bura əhli quburdur. Hər bir insan gəlir bura, ziyarət edir. Gör nə qədər, vallahi yəni nə qədər ağır olsa, biz bunu, xoş sənin halıva ki, sən o cür məqamın sahibisən. Bilmək olmaz ki, buradan kimsə çıxacaq, gedəcək, nəsə, amma xoş sənin halıva ki, bir mömin ki, bir ömür yaşayır, ne için yaşayır? Allah'ın behiştine qovuşsun. Amma sən bir göz qırpımında o behişti əldə elədin. Allah lütf elədi sizlərə, bəxş elədi, seçdi sizi. O minlərin, yüz minlərin içindən şəhidi seçdi, o məqama lütf elədi. Şəhid bir eşqdir, aşiqdir. Kimə aşiqdir? Mənsub olduğu millətinə, Allahına, torpağına. Bir insan ki, böyük amallar var. O amalların uğrunda canını fəda eləyirsə, onun yalnız və yalnız adı şəhid olar. Allah bir daha hər birimizə, bura gələnlərə, hər birimizə əcr əta eləsin. Məxsusən şəhid analarına Allah ən kamil bir şəkildə səbir və dözüm bəxş eləsin inşallah. Allah o qəlbimizdə olan qəm ki var, qüssə ki var, Allah müteal sizlərə ən ağır, ən yüksək bir şəkildə səbir əta eləsin. Çünki bu itki deyil, and ola Allahın əzəmətinə deyirəm, itki deyil. Bu bir müvəqqəti analar, ayrılıqdır. İnşallah Allah bizi şəhidlərimizin qarşısında xəcalətli qərar verməsin. Allah bizim şəhidlərimizi inşallah onların xidmətində, onlara layiqincə nə qədər Allah ömür versə, yenə də biz onları vəsf eləyə bilməyəcəyik. Bu mümkündür. Amma Allah bizə bəxş eləsin ki, biz onlara layiqincə xidmət göstərək və o xidmətə layiq olaq inşallah. Allah millətimizi qorusun. Allah ordumuzu yerin göyün bəlalarından qorusun və hifz eləsin. Allah yaralı əskərlərimizə şifayı acil inayəti, mərhəmət eləsin. Allah qazilərimizi inşallah hər birinin, hər nə çətinliyi, hər nə müşkülü varsa, İnşallah İmam-ı Zaman Əzzərəllahu Teala Fərəcəhu Şərifin mübarək əli ilə bitərəf eləsin inşallah. Allah sizlərə, Mehriban Allah, Hacı xanım, sən bilirsiniz ki, bizim sizə necə bir dəyərimiz var, hörmətimiz var. Allah bir daha səbir və dözüm əta eləsin inşallah. Allah bu əhli ziyarəti, əhli qubur ziyarətini ali dərəcədə qəbul eləsin inşallah. Biz də inşallah bir Fatihə verək. Əzizimiz. Mən gözləyirlər ki, o şeiri desin, çox yaxşı qıldı. Mən öncəliklə bütün burada birinci şəhid analarını, Mehriban xanımı salamlayıram, hamınızı salamlayıram. Özümə bir borc bildim. Çalışdığım qədər tədbirlərdə iştirak edirəm, amma biraz bundan bir yana gərək olmaq. Çox təşəkkür. Mən bu şeiri Mehriban xanımın adından oğluna həsr eləmişəm. Sanki oğlu ilə danışır. Sənin üçün bilirsənmi mən necə? Sübhan deyib ağlamışam hər gecə. Yalvarmışam Allahıma diz çöküb.
ömrüm qurban, qayıt geri sən bircə. Dözmək olmur həsrətinə ay oğlum. Dərd göynədib, yarılıbdı bu bağrım. Harda gəzin, bilən varmı yerini? Nalə çəkim, fəryad edim, ya bağrım. Vətən üçün canım fəda edənim. Döyüşlərdə ön sırada gedənim. Qorxmaz idi, cəsur idi Sübhanım. Vətən idi çünki sənin tək dərdin. Qovuşdun mu can verdiyin torpağa? Bükülmüşdü o üç rəngli bayrağa. Düşmənə göz dağı olan Sübhanım. Mərdliyin düşübdü səsən sorağa. Mənliyim, şərəfim, ləyaqətimsən. Namusum, qeyrətim, həm iffətimsən. Sən xalqın, millətin qürur mənbəyi. Sübhanım, şəhidim, fəxarətimsən. Sübhanım, şəhidim, fəxarətimsən. Teşekkür ederim. Çok istedadlı qızdır, çox istedadlı qızdır. Biz yol yoldaşı da olmuşuq. Yəni otaq yoldaşı da olmuşuq. Yəni çox istedadlı qızdır, çox vətənpərvər qızdır. Özü də müəllimədir. Uşaq hazırlayır, uşaqlara vətən gətirir, uşaqları gətirir bura. O uşaqları bir-bir şəhidlərimiz haqqında danışır. Onları bizə nə lazımdır? Bizə də lazımdır ki, uşaqlarımız şəhidlərimizi tanısın. Hər dəfə 5 şəhidi tanıdıram. Hər dəfə 5 şəhidi tanıdıram, 3 şəhidi tanıdıram. Hər sinifi gətirirəm ki. Arzu xanım da var, bizim yanımızda olan dəyərli xanım. Sonra Hacı xanımımız var, Sevinç xanım. Bizlər olmasa da Hacı xanım gəlir buraları ziyarət edir. Şəhidləri heç biri bir-birinə seçmir. Güllərini qoyur. Burada bizim dəmir yumruq ledimiz var, Ülviyə xanım. Hanı Sura xanım getdi, Sura xanım buradaydı. Sura xanım buradadır. Hansı ki, dövlətinə, millətinə, şəhidlərimizə xidmət edənlərdir bu xanımlar. Şəhid anaların yanında olandır bu xanımlar. Yəni biz bunları indi tanımırıq. Biz 5 ildir bunları tanıyırıq. Bunları bizlərin yanındadır. Bizə dəstəkdirlər. Allah canlarımızı sağlam eləsin. Həmişə təki şəhidlərimiz bir daha olmasın. Yaxşı məclislərdə görüşək. Yaxşı yerlərdə görüşək. Ancaq elə onların sayəsində biz yaxşı yerlərdə görüşürük də. Yəni harada getsək onların sayəsində. Bir şey qeyd edeyim, burada olan şəhid anaları, qazi anaları, fərq yoxdur qazilərimiz. Mən bu vaxtda ki, müəllimdən gələn eləmişəm. Yenə də istəyir yazınızda, istəyir nə bilim hər hansı bir şeirmi, məqaləmi, tanıtımı, nə lazım olsa tam təmənnasını. Bəli, gözəl də yazır ha. Tanıyıram Mehriban ana. Aynur'u tanıyıram. Aynur'un bir çox yazılarını oxumuşam. Ancaq bu şeirin doğrudan çox xoşuma gəldi. Yəni mən bir neçə şairləri izləyirəm. O cümlədən Aynur xanımdır. Əsas Ayna xanımın üstünlüyü ondadır ki, birinci sinif, ikinci, üçüncü sinif ibtidai sinifə dərs deyil və o ibtidai sinifi vətənpərvər öyrədir. Ən birinci öndə budur ki, bütün müəllimlər elə bax bu cür olsun. Çünki bizə nə lazımdır? Gələcək nəsillər bu vətənpərvərliyi ötürmək və Mehriban ana, Allahdan sənə səbir diləyirəm, sən çox güclü bir anasan. Daim çalışırsan, bütün şəhid ailələrinin yanında olasan, özün şəhid ailəsi olmağına baxmayaraq, hər yerdə olursan. Və bunun üçün də sənə təşəkkür edirəm ki, öz elə bir ki, bacılarına bir dayaqsan, bir köməksən. Yəni bu birliyi bizə sizin oğlanlarınız qaytarıb. Bizim də məqsədimiz budur ki, bu birliyi qoruyaq. Bizim üçün şəhid olan hər bir oğul əziz və dəyərlidir. İstəyir 90-cı ildən bu yana olan, istəyir hərbi hissədə gedib xidmət edib, əskəri vəzifəsini yerinə yetirərkən dünyasını dəyişibsə, o da bizim üçün şəhiddir. Çünki bir ana oğlu böyüdüb, əskəri xidmətə göndərib ki, vətən borcunu versin. Yəni bizim üçün vətən yolunda şəhid olan oğulların hamısı müqəddəsdir, bizim ant yerimizdir. Gələcək nəsil unutmasın. Bugün analar var. Bugün bizlər varıq, ancaq biz istəyirik ki, vətənin bütövlüyünü qoruyaq. Vətənin bütövlüyünü gələcək nəslə ötürək ki, bu birlik qorunsa, düşmənin gözü kör olacaq, o vaxtda düşmənin gücü zəifləyəcək ki, bu xalqa bizim gücümüz çatmaz. Çünki onların birliyi var və mənim qazi qardaşıma, Cavidə təşəkkür edirəm. Hər zaman şəhid ailələrinin yanında. Allah ona can sağlığı versin. Bir gözün itirsə də, yenə də qalmır, öz ürəyindən keçən bu, necə deyim, sevgisini bildirir. Yəni bu hər oğula da qismət olmur. Allah səndən də razı olsun. Bax, bizim birliyimiz budur. Gəlin bir-birimizə dayaq olaq, bir-birimizə dəstək olaq, bir-birimizin paxıllığını çəkməyək. Yox. Əl-ələ verək, möhkəm olaq. Çünki güclü olan xalqın vallah dostluğu da möhkəm olar, sevgisi də möhkəm olar. Bu lazımdır bizə. Çünki onlar əl-ələ verdilər, aldılar da vətəni. Bu xalqı, bu vətəni bunlar birləşdirdi. Bunlar doğmalaşdırdı. Mən nə tanıyırdım?
tutalım Arzu xanımı. Mən nə tanıyacağım Ayna xanımı, sizi və Sənudə ananız. Bu anamızı. Ancaq indi gör bu oğlanlar nə qədər bu vətəni doğmalaşdırdı. Nə qədər bu vətənə bütövlük qaytardı. Bizim də borcumuzdur ki, bu birliyi qoruyaq, gələcək nəsil ötürək. Oradan çəksin, qəşəng çıxsın. Salam hörmətli Şəhidim TV izləyiciləri. Bildiyiniz kimi bayaq qeyd etdik ki, biz 2-ci Fəxri Xiyabanındayıq, Şəhidlər Xiyabanındayıq. Bu günlərim 3 şəhidimizin, bir dönümümüzün, Sübhan qardaşımızla, Elvin qardaşımızla və baş leytenant Telman İqramoğlu Əkbəroğlu'nda bu günlərim bir dönümdə anım gündür. Biz Şəhidim TV kollektivi olaraq və Azərbaycan Respublikası şəhid ailələri, əlilləri və müharibə veteranları müdafiəsi İctimai Birliyinin sədri Tahir Məmmədov adından qəhrəman şəhidimizin qəhrəman anasına Allahdan səbr diləyirik. Allah səbrimizi versin deyirik. Şəhidlərimizin məkanı cənnət, məqamları uca olsun. Bilirsiniz ki, şəhidlər isə heç bir zaman ölmür. Yer şəhidlər ölməz, vətən bölünməz. Biz ona görə də heç vaxt şəhidlərimizə rəhmət yox, şəhidlərimizə salam olsun deyirik. Salam olsun şəhidlərimizə. Və bu cür qəhrəman qardaşlarımızın sayəsində bax, hal-hazırda burada olan gənclərimiz azad firavan yaşayırlar. Allah onlara heç bir vaxt bu müharibəni nəsib eləməsin. Bax, bu Telman kimi qardaşlarımız, buradakı şəhidlərimiz hamısı ondan ötürü öz şirin canlarından keçdilər ki, gələcək nəsil Azərbaycan övladları düşmənlə üzbəüz qalmasınlar. Ərazi bütövlüyümüzü bərpa etdilər, suverenliyimizi bərpa etdilər. Allah səbir versin sizə. Mən şəxsən elə indi bu dəqiqə orada digər çəkilişdəydik. Eşidən kimi ki, ana buradadır, dedik, şəhidim kanalı olaraq özümüzə borc bildik ki, sizdən də Telman haqqında bir çəkiliş aparaq və istəyərdik Telman qardaşımızın haqqında izləyicilərimiz üçün bir məlumat verərdik. Evin tək mənzəmə, tək evladı. Mən şəhid baş leytenant Telman Ələkbəroğlu anasıyam. Mən fəxr edirəm Telman oğluma. Telman 1991-ci ildə anadan olub. 211 saylı məktəbdə təhsil alıb Telman. Tək saxlamışam. Sizin ki, hamı bilir. 211 saylı məktəbdə təhsil alıb. Ondan sonra Telman İdman təmayülü birləşikdir. Məktəbə gedib və orada bu məktəbdə təhsilini davam etdirir. Ondan sonra Telman İdman Akademiyasına daxil olur. Bir vaxtda bitirib olaraq. Bitirəndən sonra Telman TTM-də getdi və ki, öz Ayşə ilə leytenant rütbəsini almaq üçün TTM-də təhsil edir. Onu yolladılar ön cəbhəyə. 190 mən demək, Tağın komandirini yolladılar, onu Ağdamda. Biz ön cəbhədə xidmət edirdi. Xidmətini də o çox yaxşı evlad idi. Həmişə fəxr eləmişəm. Telman əsgərləri də buradadır. Telman əsgərlərini öz balaları kimi, öz balası kimi istəyirdi. Həmişə deyirdi ki, nə olur mənə olsun, əsgərlərimi heç nə olmasın. Bütün maaşını Telman əsgərlərini xərcləyib, altın eləyib onlara. Ehsan süpəsi edib onlara. Və son nəfəsinə qədər Telman qorudu əsgərlərini, öz şəhid oldu. Telman il yarım onu təyinatını yollamışla il yarımlığı Ağdama. O il yarımdan sonra gəlməli idi. İl yarım bitəndə Telman zəng edər ki, mama, bir saatlıq veriblər, gedirsən ya qalırsan da. Dedi ki, mən gələ bilmərəm, mən əsgərlərimi qoyub gələ bilmərəm. O bilirdi, demədi, amma o bilirdi ki, müharibə başlayır. Mənə gizlədirdi də müharibənin başlamağını. O əsgərlərini qoydu, özü şəhid oldu, şəhidin zirvəsinə ucaldı. Mən fəxr edirəm olsun. Həmişə fəxr eləmişəm, amma mən də fəxr edirəm. Bütün şəhidlərimizlə biz fəxr edirəm. Bizim başımızı uca elədilər, şəhidlərimiz. İndi
Teoman mənə tək qoydu. Amma ki, mənim bu qədər bağlanım. Teoman sinif, adını daşıyan sinifdir. Hərəsi bir Teoman 215 sayı. Həmişə yad edirlər. Gəlirlər, ziyarət edirlər. Çox gözəl evladır Teoman. Çox qonşuluqda, qohumluqda. Həmişə evimin ağsaqqalı idi Teoman. Allah şəhidlərimizin ruhlarını şad edesin və qanlarını olsun. Allah qazilərimizə şəfa versin. Bir də müharibə olmasın, analarının gözləri yaşlı olmasın. Bayrağımız həmişə ucalarda, zirvələrdə dağlamalısın inşallah. Bu qədər Teoman haqqında çox danışa bilmirəm. Hörmətli Şəhidin TV izləyiciləri, hal-hazırda mənim yanımda Dəmir Yumruq İctimai Birliyinin rəhbəri Ülviyə xanımdadır, istəyərdi Ülviyə xanım da öz ürəyindən keçən sözləri bildirsin. Tabii ki, bu şagirdləri görəndə o qədər ürəyimiz açılır ki, doğrudan da bizim gələcəyimiz var. Doğrudan da bizim gələcək üçün qəhrəmanlar, igidlər, cəsur övladlar böyüdür. Və bunun içində biz əlbəttə ilk öncə müəllimlərə borcluyuq. Bilirik ki, 2 gün öncə müəllimlər günü idi. Elə müəllimləri də buradan təbrik edirəm və deyirəm ki, bəli, biz vətəni sevməyi, ananı sevməyi, dövləti sevməyi müəllimlərdən öyrəndik. Bugün, bax, bu şəhid oğlan bir məktəbdə dərs aldı, bir müəllimdən dərs aldı və qəhrəman böyüdü. Əlbəttə, Allah valideynlərinə səbir versin, doğmalarına səbir versin və deyək ki, başımız sağ olsun, vətən. Vətən torpağı işğal altındadırsa, hər bir oğlun, hər bir qızın borcudur ki, o vətəni qorusun. Əgər biz müharibə devrində yaşamışıqsa, biz əlil də verəcəyik, şəhid də verəcəyik. Ancaq bu gündən sonra bir daha Azərbaycana qan tökülməyəcək. Bir daha müharibə olmayacaq. Çünki Azərbaycanın qəhrəman övladları son qoydular. Biz torpaqlarımızı azad etdik, azad ölkənin qəhrəman xalqı adını aldıq və şəhidlərimizə deyirik. Ruhunuz şad olsun. Əziz Şəhidin TV izləyiciləri, hal-hazırda mənim yanımda bizim Mədənət Akif qızı, jurnalist, gözəl insan, hər zaman şəhid valideynlərin, şəhid evlərin yanında olan və onlara dəstək olan bir insan yanındadır. Mədənət xanım, istəyərdi elə siz də üzrə sözlərinizi istərsiniz. Sağ olun, təşəkkür edirəm. Hər bir kəs salamlayıram. Səmaya ana mənim üçün həqiqətən çox dəyərli bir anadır. Hər zaman evində də olmuşuq. Teomanın evini də ziyarət eləmişik. Bulaq açılışlarında da olmuşuq, iştirak eləmişik. Allah Teoman və Teomanın timsalında cəm şəhidlərimizin məqamını uca eləsin. Qazilərimizə can sağlığı versin, veteranlarımıza can sağlığı versin. Allah ordumuzu qorusun. Bir daha Allah Taala elimizə, ovamıza, vətənimizə müharibə göstərməsin. Analar heç vaxt ağlamasın. Yəni, indi düzdür, hər zaman deyirik ki, bir oğlumuz şəhid oldu, min oğlumuz var. Qeyrətli oğullarımız, qızlarımız sağ olsun ki, məhz belə analarımızı tək buraxmırlar. Düzdür, mən biraz pis oldum həqiqətən bayaq gələndə. Teomanın əskərlərindən başqa burada heç kim yox idi. Mən özüm gələndə Səmayana da şahid oldu. Düzdür, Səmayana biraz pis oldu ki, təkəm, yetiməm, amma yox ana. Hər zaman yanındayıq, sözdə yox əməldə. Hər zaman sizinləyim. Allah sizi var eləsin. Yaşayın ki, yaşadasınız. Mən həmişə demişəm. Kimsə deyirsə ki, yaşadacam, nə bilim, nə eləyəcəm. Vallahi, ana yaşayırsa, şəhid də yaşayır. Şəhid yaşayırsa, ana var ki, yaşayır. Mən çünki bunun şahidi olmuşam bir neçə Şəhidlər Xiyabanında, hansı şəhidin anası yoxsa onun məzarının üstü boşdur. Bunun şahidi olmuşam mən dəfələrlə. Ona görə də Allah sizə can sağlığı versin Səmaya hanım. Necə deyim, hər zaman yanınızdayıq. Sözdə oğlunam, qızınam deyənlər kimi yox. Əməldə hər zaman yanınızdayıq. Çox sağ olun, sizin televiziyada təşəkkür edirəm. Sədnə xanım sizə, Cavid bəy sizə. Hər zaman yanımızda olursunuz, hər zaman işıqlandırırsınız, şəhidlərimizə dəyər verirsiniz, hər zaman dəyərli olur. Şəhidlərimizin ruhu hər birimizə şəfayətçi olsun. İnşallah. Amin. Çox sağ olun. Əziz Şəhidin TV izləyiciləri, hal-hazırda bizimlə burada İctimai Nəzarətin rəhbəri Şəvalə xanım da buradadır. İstərərdi elə Əvəz mənim də ürək sözlərini bildirəydi. Buyurun Şəvalə xanım.
Allah şəhidlərimizin məqamını uca, yerini cənnət edib, cənnət edəcək inşallah. Ana başınız sağ olsun, Allah sizə kömək olsun. Hər birinizin əllərindən öpürəm və mən onu demək istəyirəm ki, şəhidlər hər zaman salam gözləyir bizdən. Biz də salamlayırıq şəhidlərimizi. Onlar bizim üçün canlarından keçdilər. Biz də bacardığımız qədərilə hər zaman sizlərin yanında olmağı, sizə mənəvi heç olmasa dəstək olmağı istəyərik. Bir daha başınız sağ olsun və siz də sağ olun ki, hər zaman şəhid ailələrinin yanındasınız. Var olun, əllərin var olsun. Allah sənə mükafatını verəcək inşallah. Çünki bir xanım olaraq çiynimə qulluq dağırlığı götürüb bütün rayon və rayon, kənd və kənd gəzdiyin üçün sənə şəxsən İctimai Nəzarət Təşkilatı ailəsi adına minnətdarım. Baş əydim. Analar qarşınızda baş əydim. Var olsun qardaş. Əziz, hörmətli övladlarımız, analarımız, təbii ki, biz hər birimizin borcudur ki, burada olmaq. Mən özüm də 44 gün müharibəyə qaçmışam bu qardaşların dalınca. Çoxu bilir, çoxu bilmir. Əsas odur ki, analarımızın yanında olaq, heç vaxt analarımızı tək buraxmayaq. Bəli, bayaq dedilər ki, ana təkdir orada. Hər birimizin ürəyi sızladı. Bilmədik, yəni təzə gəldik və qoşulduq biz də bu ananın, oğlunun il dönümünə. Şəhidlər ölmür. Allah rəhmət eləsin. Onların ruhları sağdır, onlar bizləri görür. Onun üçün də mərd olaq, həmişə vətənimizi qoruyaq. Allah səbir versin. Allah köməyimiz olsun. Sağ olun. Sən vətənin köksündəki bir zirvəsən ey şəhidim. Bitməyən cümlələrin sonundakı birvəsən ey şəhidim. Torpağın altında yatan ölümsüz bir cansan sən. İnsanların dilindən düşməyən igid qəhrəmansan sən. Sən ananın üzündəki əbədi göz yaşsan. Bağrındakı daşsan, gözlərinin qarasısan, sağalmaz yarassan. Boğazında düyünlənən qəhərisən, açılmayan səhərisən, yarım qalan arzusan, üzündəki qırşısan, saçlarına düşəndənsən, hər şey sənsən ey şəhidim, amma bil ki sən ananın qürursan, başını dik tutmaq üçün, düşmənə od qoymaq üçün, yaşadığı fəxrlisən, fərhisən. Sən hər kəsin vətənisən, mənim də əzizimsən, əvvəllər tanımadığım, indi adını eşitsək, hönkürtü ilə ağladığım doğmamsan. Mən səninlə fərəh duyan, duyğulanan, qürurlanan, uğrunda candan keçir həm vətəninəm. Sən ölkənin şərəfisən, anaların balasısan, balaların atasısan. Sən hər kəsin can parçası, vətən deyib içimizdə böyütdüyümüz sevgisən. Hər tərəfdən dalğalanan Cəbrayıla, Füzuliyə, Qubadlıya, Zəngilana, Kəlbəzərə, Şuşaya sancılan qanınla qırmızıya boyadığın bayrağımın azadlıq rəmsisən, şəhidim. Şəhid adın, ürəyimizi dağladın, yerlər, göylər Telman deyə ağladı, əzizlərin başı qara bağladı. Şəhid Telman, ölməmsən, ürəklərdə yaşayırsan. Şəhid anası qarşında baş əyirəm, mən də istəyirəm, şəhid onu geyinəm. Fəxrlə, vüqarla bu sözü deyirəm, şəhid Telman, ölməmsən, ürəklərdə yaşayırsan. Olmuşdu əskərlərin yaxın dostu, bir hücuma aldı düşməndən postu. Şəhid oldu, ağlatdı hər bir dostu, Leytenant Telman ananın nər oğlu. Kəfəni üç rəngli bayrağın oldu, hicrandan anası saralıb soldu. Kamil qızının da gözləri doldu, şəhiddir Telman ananın nər oğlu. Biz Sabunçu rayonu 215 nömrəli tam orta məktəbin kollektivi adından Samaya ana səbir diləyirik. Qürurlu bir məqamdadır bizim Telman balamız. Çünki Telman bizim məktəbin həm də şagirdi olur. Onun müəllimləri hər zaman onu yad edir. Məktəbimizdə də banerləri var. Ümumiyyətlə bizim məktəbin 4 şəhidi var. Onlardan zabit adını alan da şəhid baş leytenant Telman Ələkbərovdur. Biz onun hər zaman məktəb olaraq, müəllim olaraq, ancaq tərbiyəli, təhsil alan, bütün qayda qanunlara riayət edən, bir dəfə də olsun anasını
ora tənqid üçün çağırmamışıq. Hər zaman o biri uşaqlara da örnək olmuşdur. Bu onun özünün xasiyyətindən gələn bir məqamdır. Çox qürurlu oğlan idi. Az danışıb çox əməl edən oğlan idi. Söz verirsə sözün arxasında duran oğlan idi. Bunlar bu tərz xarakter olan uşaqlar hər yerdə özünü belə göstərir. Telmanın da qismətində şəhidlik var idi və hər bir şəhid olduğu kimi Telman zabit olaraq öz şagirdlərini, öz əskərlərini müdafiə üçün əlindən gələni elədi ki, onlardan heç olmasa onun cavabdeh olduğu əskərlərdən sağ qalanlar da oldu və onun da çalışdığı o idi ki, həm düşmənin bir zirvəsini aldı, eyni zamanda nisbətən əskərlərini qoruya bilmişdir. Özü şəhidlik zirvəsinə yüksəlsə də, onun yadigarları həmin o əskərlərdir ki, indi baxın orada onu ziyarət edir və onun ruhuna duaçıdırlar. Nə qədər ki məktəbimiz var, Telmanın xatirəsi hər zaman yad olunacaq, Telmanın davamçıları hər zaman olacaq. 2 mərhələdə var, amma bizim məktəbdə belə bir qanun var ki, belə qayda var ki, hər ay şəhidimizi ziyarət edirik. Anası olsa da, yəni həmin günü olmasa da, Səmaya xanım, bizim uşaqlarımız hər zaman bildiyiniz kimi ayda bir dəfə də olsa, tarixi günləri demirəm, amma ayda bir dəfə olsa da biz mütləq surətdə öz şəhidlərimizi yad edirik. Telman da onlardan biri, onun xatirəsi hər zaman ürəyimizdədir. Sizə də Allah can sağlığı versin ki, bəli, uşaqlarımızı, şəhidlərimizi yaşadaq. Ruhu şad olsun. Hər bir uşaqlarımız siniflərimizdə onların şəkillərini görəndə biz onları örnək kimi qəbul edirlər və onlara layiq bir davamçı kimi yetişdirməyə bizim də borcumuz olduğunu görürük. Çox sağ olun ki, belə bir evlad böyütürsünüz. Təşəkkür edirəm. 215 sayılı Səmayana bütün kollektivlə. bir dəqiqə Bəxş Şəhralat müəllimin sizə təqdim eləmək istədi. Utandım. Mənə nəzarətin Qəhrəman ana nişanı ki, hər biriniz seçiləsiniz. Çünki bu saat o qədər insanlar var ki, yalandan şəhid anasıyam, nə bilim mən şəhid atasıyam. Ona görə də biz İctimai Nəzarət Təşkilatı olaraq Ədliyyə Nazirliyinə müraciət etdik və həmin nişanları təmənnasız bütün analara, bütün atalara çatdırmağı özümüzə vermiş bilirik. Allah var eləsin, əllərindən öpürəm, başıva dönürəm. Telman da evin aman zaman tək evladı. Mən sizi çox bilirsiniz, mən tanışsınız, mən də bütün şəhid ailələrini tanıyıram, bilirsiniz ki, iştirak eləmişəm. Sadəcə olaraq biraz mən utancaq adamım, amma ona görə dünyada olmayanda da yenə də yaşamaq. Əlbəttə şəhidlərimiz yaşayacaq inşallah. Var olasınız. Allah sizi var olsun. Qəhrəman igidlər silahını aldı, nərəsi düşmənin bağını yardı. 44 gün sürdü, tarixi yazdı, tarixi yazanlar oldular şəhid. Gör necə analar hər gün ağladı, başına qapqara örpək bağladı. O şəhid oğlunu yastı saxladı, heç sizi unudar analar şəhid. Vətənin adı ilə hər zaman anılsın, Telman Ələkbərov adın unudulmasın. Əziz dost, qəhrəman, vətən fədaisi, sonsuz sevgi ilə yad edirik sənin adına. Hər bir addımda, hər bir işdə vətənin igidlərini yad et də, Telman Ələkbərov adını anıraq, onun qəhrəmanlığını unutmayaq. Qalxdı vətən deyə bir oğul, yol aldı dağlara qara bulud, başında günəş ürəyi alov, Telmanın yoludur, igid yoludur.
Şəhidlər ölməz, qəhrəmanlar var, onlar qəbrində belə yaşar ağar. Telman da ədəd düşdən gələn bir işıq, vətən üçün canını verən bir işıq. Qarşısında dağlar olsa belə, düşmən ona qalib gələ bilməzdi. O torpağını sevir, qorumağa and içib, qəhrəmanlıq yolu da heç vaxt bitməzdi. Bu torpaq yaşatdı Telmanın zanın, döndü bayraqlara şəhid ünvanı. Anası göz yaşını silir baş edik, çünki oğul verib vətənə böyük. Telman Ələkbərov qəhrəman adı, vətəni sevər uzaq dağ kimi, bütün ürəyi ilə torpağa bağlı, vətən yolunda döyüşər daim. Qarşısında düşmən olsa belə, heç vaxt qorxmaz uzun əzmdə. İgidlik, cəsarət onun adı, yolunda həmişə qalacaq nuru. Ehtiyatda olan güzər tam komandirin müavini Gizir Abdullah. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Komandir bildiyim böyük qardaş olubdur, bildiyim valideyn olubdur. Yəni bu uşaqlar hamısı təsdiq eləyəcək dediklərimi. Qoymaz ki, bir əskəri, nə bilim, narahat olsun. Yəni təsəvvür eləyin, bir əskərin ad günüdür də. Əskər nə istəyər ad günündə? Ad günün qeyd eləmək. Mənim 24 yaşım olurdu. Hələm indiyə kimi ad günü keçdirməmişdim. Hələm indiyə kimi, yəni 24 yaşına kimi hədiyyə almamışdım. Ay ilk dəfə hədiyyə Baş Etəm Ələkbərov şəhidimiz hədiyyə veribdi. Allah rəhmət eləsin. Allah anamıza səbir versin. Əskər Məmmədov Elnaz. Allah komandirə rəhmət eləsin. O bizə komandir yox, böyük qardaş olur. Haqqı üzərimizdə çoxdur. Allah rəhmət eləsin. Əskər Bilir Məmməd. Mənim atam olmayır. Atam Mən bu analizi Mənim atam olmayır. Tez itirmişəm. Komandir mənə atalıq eləyir. Əskər Qasımov babası, qardaşlarımın sözünə qüvvət, bizə çox dəstək olub, qardaşlar eləyib, böyük eləyib orada. Düzgün yol göstərir, lazımının öyüd nəsiyyət verir, həmişə yanımızda olur. Allah rəhmət eləsin. Kanalda ilə bir şey qardaşmışlar, geçən ən yaxın adamlar. Əskər Həsən İbrahim. Allah rəhmət eləsin komandir bizə böyük qardaş olur. Əskər Əzmov Kənan, ruhu şad olsun, böyük qardaşımız olur. Əskər Kərimov Yaşar. Komandir bizə qolumuz qanadımız olubdu. Orada tək sığınacağımız komandir olub. Allah rəhmət eləsin, Allah o dünyasını versin. Allah sizdən də can sağlığı versin. Allah razı eləsin ki, bu gün öz zabitinizlə heç vaxt unutmuşsunuz, yaddan çıxartmışsınız və hər zaman da ziyarətinə gəlirsiniz, Samayanıya dayanmışsınız. Üzr istəyirəm, söz deyirik ki, yəni bizə böyük qardaş olubdur. Yəni biz bunu sözdə demirik. Yəni bacardığımız qədər əməldə eləmək istəyirik. İnşallah ki də nə qədər canımızda su var, nə qədər canımızda can var, əməl eləyəcək. Yəni o, belə deyim də, indi şəhid olub, cismən yanımızda deyil. Amma ruhan bizə dayaqdır, bizi bura gətirir, bizi anamızın yanına aparır. Yəni bu, ona görə deyirlər ki, şəhidlər ölməzdir. Yəni, nə qədər biz deyək ya, anıya deyək ki, biz də sənin övladın, düzdür. Telmanın yerin verə bilmərik. Ömür boyda heç bir ana üçün öz övladının yerin verə bilməz. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanı cənnət olsun. Mən 2 ildir şəhərdəyəm. Mənim daim oğlu da şəhiddir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Mənim özümdə uşaqlar bilir, yəni ağır yaralı olmuşam, yəni çox qırağa çıxa bilməmişəm. Rayondan icazə verməyiblər çıxam. Mən şəhərə gələndən sonra bacardığım qədər, yəni burada mən özümə hüzur tapıram. İl olsun, mövlud olsun, fərq eləmir. Eyli gün olsun, mən gəlib burada şəhidlərimizin başdaşının məzarında özümdə hüzur tapıram.
Yəni elə olub ki, üzr istəyirəm, indi biraz uzun olacaq. Getmişəm rayonda olmuşam, o qədər sıxılmışam. Getmişəm daim oğlunun qəbri üstə. Oturmuşam başdaşının yanında, durmuşam başdaşının söhbət eləmişəm. Yəni bu olan bir şeydir də. Yəni burada o huzuru tapa bilirsən. Amma insanla söhbət edəndə bir də görsən nəsə deyir, o söz sənin xətrinədir. Amma bu səni lam dinməz dinləyir. Kardeşim, ben bir şey diyeyim size. Biz şehidin televizyonu kolektifi, şehidin televizyonu ışıklandırırız. Bütün şehitlerin tedbirlerini ben sana bir şey diyeyim ki, şehitler ölmez, vatan bölünmez. Biz ona göre de şehidin televizyonu kolektifi olarak hiç vakit şehitlerimize rahmet yok, şehitlerimize salam olsun diyelim. Salam olsun şehitlerimize. Salam. Ve Allah Teala cem şehitlerimizin mekanını cennet, mekanlarını zayıf. Allah Teala cəm şəhidlərimizin valideynlərinə səbir versin. Amin. Yaşasın Azərbaycan və Azərbaycan ordusu. Sağ olun. Var Thank you.